Azərbaycan Kinematografçılar İttifaqının təşəbbüsü və dəstəyi ilə 1-3 iyul tarixində Astarada kino günləri keçirilib. Proqrama 4 tam metrajlı, 5 qısa metrajlı, bədii və sənədli filmlər daxil olub. Astara rayon Heydər Əliyev mərkəzində baş tutan nümayişlərin ilk günü 1 iyulda tamaşaçılar rejissor Zaur Qasımlının Tağıyev Neft tam metrajlı bədii filminə baxıb. Bugün baxacağımız film Tağıyev Neft, Hacı Zeynalabdin Tağıyev necə nefti tapdı? Kısa şəkildə desək, bu haqdadır. Nümayişdən əvvəl Astara rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadiqova və Lənkəran Astara Regional Mədəniyyət İdarəsinin Astara rayon üzrə nümayəndəsi Anar Kəkəyev çıxış ediblər. Bir kinoteatr şəhərin özündə, bizdə də kəndlərdə klublar var idi, kino klublar. Bizdə biri var idi, Letni klub, Zimni bağlı bir məkandaydı. Geçen kinolara baxardıq, məktəbdən bizi aparardılar, özümüz evdən. Qonaqlarımız gələrdi, kəndə yığışardıq axşamlar, bilet alıb gedərdik, bizim üçün bir əyləncə idi. Sanki mən bugün eşitdim, özüm məzuniyyətdəyəm yoldaşlar, amma bugünkü tədbirin xətirindən mən gəldim. Boşluqlar yaranmışdı, amma son dövrdə biz görürük ki, son illərdə görürük ki, ümumiyyətlə Azərbaycanda həm gənc nəslin, həm orta nəslin yaratdığı sənədli filmlər, bədii filmlər və teleseriallar çəkilməkdədir. 3 gün bu bayramda hamınızı bu bayramdan belə deyək ki, iştirak etməyi, filmləri izləməyi dəvət edirik. Tağıyev filmini bəyəndim. Sona qədər rejissor gözləntini izləyicidə saxladığı üçün məncə sonluq maraqlı alındı, belə həyəcanlı alındı. Kino günlərini məncə daha da tez-tez keçirmək olar. Günün ikinci seansında rejissorlar Elməddin Əliyev və Xəyyam Abdullayevin Nargin sona qədər möcüzəvi, sənədli bədii filmi göstərilib. Ya olanları məsəl tutub Nargin adasına aparırdılar və İngilislərin sonra olduğu vaxtı Bakıda Nargin adasına aparırdılar, ondan sonra yuxa çıxırdılar. Ora bir düşərgə idi. Sonra Hacıyeva o düşərgəyə, o insanlara yardım aparırdı və onları oradan qaçırdırdı. Bacardığı qədər, həbs olunana qədər xeyli insanı Nargindən, o Nargin işgəncələrindən xilas edib. Bakıda bizim yaşadığımız ərazidə Araz Kinoteatrı vardı, məsələn ki, Azərbaycan Kinoteatrı vardı, yəqin bir dənə Nizami Kinoteatrı var. Azərbaycanda məsələn bütün kinoteatrları gəzərdik ki, harada hansı seanslar var, Duruşba Kinoteatrı, Nəzmi Kinoteatrı, hamısını gəzərdik, yenə ki, harada bir kinoteatrı, harada bir yaxşı kino var. Arzulayardım yenə barqa olsun, ailəvi qismində otursunlar, əlində popcornla, bir şeydə otursun, gözəl istirahətlər. Astarada kino günlərinin 2 iyul günündə tamaşaçılar rejissor İlqar Nəcəfin Nar bağı tam metrajlı, ikinci seansında isə rejissorlar Daniel Quliyevin Uzaq və Samir Kərimoğlu'nun Torpağın Sanı Yaşayasan qısa metrajlı bədii filmlərinə baxıblar. Film doğrudan da möhtəşəm idi. Həm rejissor işi, həm aktör oyunu, məsələn, müəllifin verdiyi xət, hamısı tamamlayırdı bir-birini. Məsələn, mənə ən çoxdan uşağın ikinci dəfə o zərbəsi alması idi. Uşaq birinci dəfə qırmızını tam seçə bilmir və artıq da ikinci zərbəni alır, qırmızılar artıq qara görsənir. Bu onun üçün ikinci bir zərbə idi. Yəni, inanmıram, o deyir ki, uşaq yıxılıb, başı zərbə alıb, əslində uşaq psixoloji olaraq doğrudan da çökdü. Yəni, o həkimlik deyil artıq. Bunlar bizim sosial həyatda olub. Bugünkü gündə də belə ailələr mövcuddur və belə filmlər nə qədər çox olsa, nə qədər belə filmlərə və s. çox ayrılsa, bu filmlər nümayiş olunsa, məncə belə hallar azalacaq. Məsələn, gözünün qabağına da gələ bilər də. Gələ bilər ki, gələcəkdəki insanla danışır. Çünki gerçəklərdə belə bu zaman boşluğu ola bilməzdir. Əlbəttə biz keçəndə daha çox keçirik müharibə şeyləri, müharibə aid edilmiş əsərlər. Məsələn, məktəbdə bəli. Həmçinin burada da gördük ki, yenə də müharibə ilə əlaqəli bəzi şeylər. Azərbaycan mədəniyyətində və bədii əsərlərdə həmişə biz nə üçün müharibəyə aid edirik? Bəli, olmalıdır, amma məncə miqdarında olmalıdır. Belə işlər var, ona görə mən bundan dərs çıxarmışam. Necəsə mənim dayı oğlum məsələn gətirmək istəyirəm. Öz atasından çox qorxur, amma və buna görə də heç nə yox deyə bilmir. Həmin o filmdə gördüyümüz kimi. Və bunu mən düşünürəm ki, sizin dediyiniz kimi, uşaq atasından o qədər qorxur ki, əgər bircə dənə səhv eləsə, özünü öldürə biləcək qədər, yəni atasından bunun xaifini çəkməmək üçün. Yəni o dərəcə. Mən bundan dərs çıxarmışam və özümə söz vermişəm ki, bunu cəmiyyətə qətiyyən belə
səhvlərə yol verməməyə çalışacağam. Hətta insanları bu cür maarifləndirməyə çalışacağam. Baxanlar var idi. Bizim anlayan o kinonu onlar anlaya bilmədilər. Etiraz elədilər ki, biz bunu başa düşmədik. Ondan ibarət olur ki, bizdə kino mədəniyyəti çox zəifdir. Çünki öyrəşmişik türk filmlərinə, türk seriallarına. Onlar bizdə ənənəvi bir hal alır, psixologiyamız tam o filmlər. Biz bütün filmlərə baxanda onları düşünürük. Kino günlərinin son günü 3 iyulda rejissor Orxan Ağazadənin Kinomexanikin qayıdışı tammetrajlı bədii filmi göstərilib. Azərbaycan və Talış dillərində olan film tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Günün son seansında rejissorlar Nurlan Həsənlinin Erkən Hisslər, Gəray Həsənin Zəfər rəqsi və Orxan Ağazadənin Oturacaqlar qısametrajlı bədii filmlər nümayiş olunub. Bütün Azərbaycanda bu kino günləri göstərilməsi həqiqətən də təqdirə layiqdir. Yəni Kino İttifaqının bu layihəsi hesab edirəm ki, çox genişləndirilməlidir. Yerlərdə kinoteatrların və yaxud kinoteatra uyğunlaşdırılmış yerlər olmalıdır ki, orada vaxtaşırı yəni mütləq deyil Kino İttifaqının təbliğ etdiyi yəni bir film olsun. Məsəl üçün mən bir misal gətirmək istəyirəm. Biləsuvarda məsəl üçün icra başçısı şəxsən buna nəzarət edir və bu kino günlərini Kino İttifaqından kənar da orada təbliğ edir, keçirdir. Düşünürəm ki, bu çox böyük bir onun tərəfindən görülən bir işdir. Əvvəllər bizim Astaramızda belə kinoteatrlar olub, bizdən böyükləri həmişə danışıb, amma çox təəssüflər olsun ki, indi yoxdur. Biz də istəyərdik ki, gənclərimiz kinoteatrda məhz filmlərə baxsınlar. Ən azından müasir dövrümüzdə mobil telefonlardan nisbətən uzaqlaşarlar və həqiqətən də zövqlü işləri izləyib daha da onların bədii zövqləri formalaşar. Son illərdə istehsal olunan Azərbaycan filmlərini bölgələrdə tamaşaçılara çatdırmaq və bölgələrdə kinoteatrların, kinozalların bərpasına nail olmaq məqsədi ilə Azərbaycan Kinematografçılar İttifaqı keçirdiyi kino günləri layihəsini bundan sonra da davam etdirməyi vacib sayır. Qeyd edək ki, payız və qış mövsümlərində Masallı, Samux, Ağdaş və Salyan şəhərlərində kino günlərini keçirmək planlaşdırılır.